Mən bir daha Bakıdan gələn əzizlərimizə, bizim ana yurdumuz, bizim ədəbiyyatımızı, bizim bütün mədəniyyətimizi, hər şeyimizi qoruyan Azərbaycanımızdan gəldiyiniz üçün sağ olun. Biz sizlə fəxr edirik və bilirəm, düşmənlər də çalışıblar bizi, yəni nəslimizi, dilimizi əlindən almaq üçün nəslimizi yer üzündən silələr, amma buna müvəffəq ola bilməyiblər. Onun bir dənə nədəni elə Quzey Azərbaycanın var oluşudur, Türkiyənin var oluşudur, Türk dilinin əhəmiyyəti dediniz. Bax, biz bu Azərbaycan, Azərbaycanca, Azərbaycan sözünü çox işlədirik, amma siz çox gözəl dediniz. Mən Sayınqala şəhərindənəm, 54 yaşım var. Azərbaycanın bir dənə kiçik şəhərlərindən. Orada mənim nə atam, nə anam və bir kəs tanımazdım orada Azərbaycan sözünü işlədə dildə. Heç bilməzdilər. Yəni, açıqcasına deyirəm, burada bizim Güney Azərbaycandan çox var. Onlar hər zaman türk sözünü deyərlər. Türkçə say, türkü danışdı. İranda da bizə həm aşağılayaraq türk deyərdilər. Ağzımızı açında o zaman bilərdilər biz Azərbaycanlıyıq, ləhcədən. Yəni, deyərdilər, türksünüz. Sonra bizi yalandan övəndə də türk deyərdilər. Deməli, sonra indi təəssüflə, indi Stalinin gəlişi ilə başqa siz toxundunuz, dilimizin adı dəyişilir. Amma ən əhəmiyyətli olan Güney Azərbaycanda 30 milyon, 35 milyon Azərbaycan türkünün dili qadağandır, yasaqdır. Dil də nədir? İndi siz ondan danışacaqsınız, Ağalar bəy danışacaq. Mən vaxtınızı almaq istəmirəm. Amma insanın ən birinci ana dili, o haqqı olan və insanın kim olduğunu göstərən bir varlıqdır. Yəni, ağzını açırsan, danışırsan, o zaman adam bilir, ondan deyir, bu haral ola bilər. O yüzdən biz ümid edirik, Azərbaycan Türkçəsi İranda rəsmi dil olsun, bu bizim istəyimizdir. Bu həftə çox danışıqlar olacaq, indi vaxt dardır, bu gün də bazar günüdür. İkinci çıxışçımız Ağalar bəydir. Amma qonaqlarımız bilirəm, bazar günüdür, yorğundular. Ağalar bəyin çıxış mövzusu çox genişdir. Bir də Ağalar bəy bizim İran rejimi, mollaların fetvası ilə öldürülən Rafiq Təğini yaxşı tanır. O haqda da çıxışı olacaq. İndi bugün bazar günü olduğu üçün biraz da biz gec başladıq. O yüzden yurttaşlarımızın bir çoxu gələ bilməyib. Ancaq bizim Əli bəy var, Babək bəy Azad Tribunla Azərbaycan Federasyonuna yardım edir. Azərbaycan Federasyonunda rəsmi olaraq bizim işlərə kömək edir. Sağ olsun, təşəkkür edirəm. Bu kaseti yazıb dünyaya yayacaq. Yəni, bunu elə burada bir neçə yüz nəfər, biz YouTube oraya da gələcək, başqa şəhərdə də imkanlar olacaq. Ancaq bunu hər yerdən izləyəcəklər, dinləyəcəklər. Söz Ağalar bəyindi, ancaq ondan qabaq biraz mən hiss elədim, biraz bəlkə yorulmuş olasınız. Bir balaca çay şirinimiz var, onu içib gəlib burada yığacam, Ağalar bəyin sıcaq sözlərini dinləyək gəlir. Amma qısa olacaq. Dostlar, buyurun, zəhmət olmasa. Axşamınız xeyir. Deməli, sayğılı Əli bəy dəyərli sözlərindən sonra mən dil haqqında səs gəlmir, deyirlər. Səs azdır, biraz uca danışaq. Deməli, mən dil haqqında danışacağım, amma dil fəlsəfəsindən daha çox danışacağım. Mən dilçi deyiləm, mən fəlsəfəçiyəm. Olduqca yorğunam, bir neçə saata yerdə olmuşam, onu inanıram ki, nəzərə alacaqsınız. Deməli, işlətdiyim hər ərəbcə, farsça sözə görə qabaqcadan üzr istəyirəm. O, böyük bir faciədir ki, hamımız bu faciənin içindəyik. Deməli,
Mən dissertasiyamda, yəni doktorluq işimdə dili araşdırmışam, dil fəlsəfəsini və ana dilimizə fəlsəfi baxışlar, bax bu məsələlər üzərində mən daha çox dayanacağam. Purizm məsələləri, o söz kökləri, feil kökləri. Mənim üçün dil özü bir enigmadır, bir tapmacadır. Mən belə baxıram məsələlərə. Deməli, dilçiliyin elə problemləri var ki, onları fəlsəfəsiz həll eləmək olmaz, olmur. Çünki dilçilik sadəcə olaraq dilin içində qalır və dilin daxili strukturları arasında bir elmi araşdırma aparır. Dilçilik bir elmdir. Amma dil özü elmi deyil təkcə. Yəni, dil özü bir tapmacadır. Yəni, dili sadəcə elmi baxışla anlamaq mümkün deyil. Anlamaq mümkün deyil. Dilə fəlsəfi baxış belədir ki, qərb fəlsəfəsində buna iki düşərgə deyək də, iki düşərgədə toplanır filosoflar. Biri bundan ibarətdir ki, dil şuurla bağlıdır, dil insanındır. Dil insanındır. O biri baxış isə deyir ki, dil varlığındır, dil dünyanındır. Bax, təxminən belə təsəvvür edin. Burada gördüyünüz, istədiyiniz bir şeyə baxa bilərsiniz. İstədiyiniz. Nəyəsə əlinizi uzadın, ya belə eksperiment olaraq baxın nəyəsə. Baxan kimi onun adı sizin zehninizdə canlanacaq. Baxan kimi. Yəni, siz onunla birbaşa kontakt eləyə bilmirsiniz. O saat sizin zehninizdə onun adı keçir qabağa. Yəni, siz belə olur. Yəni, mənlə bunun arasında belə bir dil tülü var. Qərb fəlsəfəsindəki baxış budur. Bu tül mənə aiddir. Yəni, dil şuurundur, xalqındır, Humboldt. Ya da dil varlığındır, Heidegger. Bu iki baxış belə fəlsəfi baxımdan toqquşurlar. Fəlsəfi baxımdan toqquşurlar. Yəni, bunu qabaqcadan bilmək lazımdır ki, yəni Humboldt deyəndə ki, dil xalqın dünya görüşünü ifadə eləyir, dilə baxaraq xalqı tanımaq olar. Bayaq Sayğılı Əlibəy də dedi, bir insan danışanda onun necə olduğunu bilə bilərik. Həmən baxışdır. Yəni, dil insanındır. Danış deyim görüm kimsə. Xalqın dilinə bax deyim kimsə. Məsələn, Alman dilində 300 min, 600 min arası söz var. Bizdə məsələn 40 min, 50 min. 43 min sözdür, 7 min də ifadədir, 50 min. İndi Nəsim adına dilçi son müsahibələrində Əlibəy daha yaxşı bilər, 70-80 min deyirlər. Amma yarım milyon sözlə siz o 100 min sözü müqayisə eləyin, tutuşturun. Ya da Eskimoslarda qarın adları, bir kitab qədər qar adları var. Nə bilim, çürümüş qar, içində ev tikmək üçün qar, ölüsünü bastırmaq üçün qar, nə bilim, isinmək üçün qar, cürbəcür qarlar var. Amma biz neçə qar? Bir iç qar tanıyırıq, quşbaşı qar tanıyırıq. Bizdə o adlar, qaydacım adlar məsələsi. Yəni da ərəblərdə dəvənin adları, yorğa yeriyən dəvə, üstündə gəlin aparmaq üçün dəvə, mən nə bilim, bəzəkli dəvə, südlü dəvə, yunlu dəvə, yəni həyatı dəvə ilə bağlı. Sözüm ondadır ki, yəni o dil xalqın yaradıcılığıdır. Amma baxın, orada da çox, yəni bu dil ümumiyyətlə bir cazibədir. Dil ümumiyyətlə bir, yəni mən baxıram buna bir ad verirəm. Amma niyə o adı verirəm? Bunun müxtəlif dillərdə müxtəlif adları var. Yunan bir ad sürb edər. İsveç bir, tutalım ki, Türk bir, nə bilim, Rus bir. Onlar da, bəs bu öz adı nədir? Görürsünüz necədir? Qəribə adlar verir. Bəs öz adı nədir bunun? Və biz bayaq, yəni, türkcə deyəndə, türk
kimi deməkdir o. Rusca Rus kimi deməkdir. Yəni siz bunu Rus kimi görürsünüz. Türk kimi görürsünüz. Fars kimi görürsünüz. İraq olsun, Fars kimi görmürük amma da. Yəni əsas fikrimi bu cür demək istəyirdim ki, yəni dil belə bir tüldür və biz ya onu dünyanın örtüsü kimi tanıyacaq, Deməli, Hind fəlsəfəsində, mən Hind fəlsəfəsini sevirəm. Hind fəlsəfəsində belə bir söz var, Maya və Brahma. Maya örtü deməkdir və həm də açılış deməkdir. Onu həm gizlədir, həm onu açır. Yəni, sizin geyiminiz, saçınızı daramağınız, pərdələriniz sizin zövqünüzü bildirir. Sizi açır, amma eyni zamanda da örtür. Yəni, gizlənəndə ondan həm də özünüzü açırsınız. Açanda həm də özünüzü gizlədirsiniz. Onlar çox... Dil də belə bir şeydir. Yəni, bu bizim dilimiz bizim dünyanı necə gördüyümüzü göstərir. Dil özü bir şey göstərir. Sən necə baxırsan? İndi məsələn, mən Türkiyədə bu disertasiya yazanda orada belə bir bu söz kökləri, feil köklərini araşdırırdım. Çox maraqlı, olduqca maraqlı faktlar, o dil faktları deyirlər buna. Məsələn, uşağın dünyaya gəlməsini biz doğmaq, doğulmaq, doğ feil köküdür. Amma günəşin üfüqdə görünməsi də yenə doğmaqla bağlıdır. Burada mənim ilk ağlıma gələn işıqdır. Yaxşı, işıqla bağlı, günəş orada göründü, insan doğuldu, nə əlaqə ola bilər? Sonra baxıram ki, yaşamaq. Yaşa söz kökü, feil kökü, parıldamaq deməkdir, işıq saçmaq deməkdir. Addımlayırıq. Deməli, türk xaqanları çadırlarını quranda üzü şərqə qurardılar və o şərq də ön deməkdir. Çadırlarına biraz aralı qoyardılar, işıq düşərdi çadıra və o səhər açılıb, günəş doğulub. Ön, üzü şərqə deməkdir. İşıqla hələ bağlı. Yol sözünə baxırsınız, yol, yıldırım, yıldız, yenə işıqla bağlıdır. Yol işıq deməkdir. İndi gör, necə bir şey baş verir. İnsan doğulur, bir yola sahib olur və bir sona çatır. Sona çatmaq sönməklə çox bağlıdır. Daha sonra biz Göytürklərdə belə bir törən vardı. Yaş mərasimi. Biz ona yas mərasimi deyirik. Əsli yaş mərasimidir. Ölüm mərasimidir. Yəni, neçə yaşın var? Nə qədər yaşlısan? Yəni, sən öz quruluğunu itirib sönməyə doğru getmişsən. Dil qəribə bir şəkildə danışır. Bu, Heideggerin tezisidir. Dil danışır. Amma dil qəribə, yəni, onun danışığı insanların bizim danışığımız kimi deyil, susaraq danışır. Bayaq deyirdim, o gizlətmək və açmaq. Bunu gizlədir, amma orada bir şey var. Dilə gətirmək. Məsələn, bizim xalq nə üçün insanın dünyadakı yaşamını, ya diriliyini işıqla bağlayıb? Niyə üçün belə olub? Bu tapmacadır. Onu deyəməyərik. Ancaq xalq haqqında nələrsə demək olar. Əslində bu Humboldt düşüncəsidir. Yəni Humboldt'a bağlıdır, amma biraz sonra Heidegger'ə gələcəm. Deməli, dil şuurla ya da bilinçlə bağlıdır, insan yaradıcılığıdır deyəndə, burada iki əsas figur var. Biri Freud'dur, biri Lacan.
Freud deyirdi ki, insanı dilindən onun şuur altını tanıyar. Yəni, insan sərbəst assosiasiya, məsələn, dayanmadan sözlər sadalayın. Evinizdə eksperiment edin belə. Dayanmadan sözlər deyil. Yəni, orada etik bariyerlər, ayıb, filan, onlar gözləməyin də. Sürrealistlərin metodu da vergül qoymadan tez-tez yaz. Özünü təəccüb gələcək. Elə şeylər deyəcəksən ki, bu mənəm. Freud belə eləyirdi. Yəni, sənin şuur altını bu cür oxuyur, səni tanıyıram. Şuur altın üzə çıxır. Yaxşı? Lacan başqa bir şey deyir. Lacan deyir ki, sənin şuur altın dilinlə yaranır. Hansı dildə danışırsansa, şuur altın o cürdür. Mən deməli, çox tipik bir misal üzərində dayanacağım. Deməli, bu ifadələrə fikir verək. Biz gün ərzində bu sözləri nə qədər eşidirik? Siz eşitməyə bilərsiniz, amma biz çox eşidirik. Allah qoysa, Allah qoysa. Bax, bu Allah sonra bu çevrilir olur prezident, çevrilir olur evdə ər, ata, müdir. Bu çox başqa şeylərə çevrilir bu. Və biz, mən uşaqlıqdan evdə eşidirdim. Bir şey deyirsə, gedim çay içim, denən Allah qoysa. Yəni, çayı da içmək olmaz Allahsız. Yəni, o qoymalıdır. Amma bu paternalist düşüncədir. O sonra o Allah başqa şeyə çevriləcək. Və biz heç vaxt azadlığın nə olduğunu bilməyəcəyik. Yəni, o kültür nədir? Kültür təkrarlardan ibarət. Nəyi təkrarlanır? Gün ərzində siz nələrlə təkrarlanır? Yəni, nələr sizə o şuur altına, çünki özümüzü qorumuruq. Gün ərzində bir 100 dəfə o Allah qoysanı eşidəndə o çökür şuur altına. Başqa bir söz. Filan kəsin oğlu filan kəsin qızını istəyir. Qız istəmək. Sevmək demirik biz. Mən Quzeydəki danışıqdan danışıram. Bəlkə Güneydə başqa cürdür. Qız istəmək. Amma qız istəmək başqa şeydir. Qız sevmək başqa şeydir. Biraz dərinə baxanda istəmək sevmək deyil. Sevmək də istəmək deyil. Get, sən Leyli deyilsin. O Məcnun Leylini rədd edir də, istəmir. İstəyən İbn Səlamdır da belə. Yəni, istəklə sevmək ayrıdır. Amma biz daim qız istəməkdən danışırıq. İstəyirik onu, tələb edirik. Bu başqa bir şeydir. Elçi göndəririk. Sonra deyirlər, pul qazanmaq. Pul qazanmalısan. Uşaqlıqdan bizi belə tərbiyə, pul qazan. Qazanmaq müharibə və qumar terminidir. Pulu qazanırsan. Yağmalıysan, qarət edirsən. Məsələn, bizim nazirlərimiz pul qazanırlar. Cəmiyyətə xidmət eləmirlər. Oradan deyirlər. Yəni, pul qazanmaq. Bu dəqiqə o müharibə vəziyyətində. Yəni, biz deyirik, cəmiyyət, ermənilərlə müharibə vəziyyətində. Əslində, siyasi hakimiyyət müharibə vəziyyətindədir. O, bu dəqiqə qazanmaqla məşğuldur. Amma bu qazanmaq, yəni, mən bildiyim mədəni dillərdə əməyinin qarşılığını almaqdır. Əmək qoyursan və əvəzini alırsan. Qazanmırsan, amma biz pulu qazanırıq. Yəni, biz bir mübarizə vəziyyətindəyik. Və bu enir. Daha sonra, oğul uşaq sahibi olmaq. Oğul uşaq sahibi olmaq. Niyə qız yox? Oğul uşaq, uşaqdır o. Qeyri-ciddi. Rəhmətə getmək. Filan kəs rəhmətə getdi. Hara gedirsən? Rəhmətə. Yəni, amma fəlsəfi baxımdan ölümdən sonra bəlli deyil. Ya, belə deyilər. Dünyasını dəyişmək. Sanki orada da bir dünya varmış və o bu dünyadan belə alır, belə çantalarını, belə çıxıb gedir o tərəfə. Bu fəlsəfi baxımdan doğru deyil ki bu. Qəti doğru deyil. Səliqəli düşüncə belə olardı. Adam öldü.
profesör dünyasını dəyişmək anlamı başqa millətlərdə də var. Yəni hətta bizdə Nəsimidə məsələn yanlış dünyasını dəyişmək, yəni sanki iki dünya varmış kimi çıxır. Yəni sizcə iki dünya var mı, yox mu? Məncə yoxdur təbii ki. Xilafət hər yerdə var idi, o dünyada da var. Çox bağışlayın, icazə verin, danışsın, sonra. Yəni, dediyim Jacques Lacan'dan onun konseptini izah eləməyə çalışıram ki, adam deyir ki, şuur altın sənin dilinlə yaranır, dilinlə formalaşır və sən bilmirsən, mənə tələbələr deyir ki, müəllim, siz düz deyirsiniz, ancaq mən o cür eləyənmirəm, məndə alınmır, özüm də bilmirəm, niyə elədi. Özü bilmir. Eləyə bilmir, yəni çox ağlamalı vəziyyətdir. Şuur altına gücü çatmır axı. Şuurla başa düşür, məntiqlə, deyirsən, anlayır. Aydındır. Amma yox, nəsə belə canına sinmir. Canına sinmir, təbii ki, şuur altı qoymur. Yəni, biz dilə belə baxırıq, yəni, bir Rus dili vardı, onun bizim dilimiz üzərindəki təsirləri indi müəyyən qədər çəkildi, indi İngilis dilinin müəyyən təsirləri var, Fars dilinin cənubda böyük təsirləri var. Yəni, biz dili bu şəkildə qoyur, amma bir də dilin çox fəlsəfi anlamı var. Yəni, dil qırmızı xətdir. Yəni, şəxsən mənim üçün dil qırmızı xətdir. Mənim üçün vətən deyəndə, millət deyəndə, mən dili başa düşürüm. Başqa bir şey başa düşmüyorum. Yəni, dildən qıraqda bir şey yoxdur. Mən o cür baxıram. Yəni, mənim şəxsi düşüncəm budur. Ona görə də bizdə ki, indiyə qədər ki, paradigma belə olub, düşüncəni de, nə cür olur olsun. Hansı dildə deyirsən, de. Dilin qeydinə qalmamışıq. Dil üçün belə qayğılanmamışıq dil üçün. Və ona görə də bizim dilimizdə indi Nəsimi adına Dilçilik İnstitutunun dediyi, əlim yanılsam düzəltsin, təxminən 70% ərəbcə farscadır. Bu dəhşətli şeydir. Yəni, mən dissertasiya Bakıda dedilər ki, bu Azərbaycan dilində deyil. Mən də dedim ki, biz Azərbaycan fəlsəfə dilində 12 dənə termin var, o ancaq Azərbaycan, yəni ana dilimizdə. Varlıqdır, anlamaqdır, duyğudur, sonsuzluqdur, bilikdir, belə 12-dir. Amma dünya fəlsəfə terminologiyası 2000-2500 arası. Təxminən heç yarım faiz eləmir. Yarım faizlik bir, sənin heç orada bir sözün yoxdur. İndi sən mənim nəyimi deyib bəyənmirsən ki, bu ana dilimizdə deyil. Yəni, onlar istəyir ki, belə deyəsən ki, məsələn, bu fəlsəfədən kənar problemdir. Mən deyəndə ki, fəlsəfədən qıraq problemdir. Deyirəm, qıraq nədir? Öyle şey yoxdur. Fəlsəfə kənar demək. Standart bir dil var. Yəni, buna da sonra danışaq ki, bu problemləri. Dilin fəlsəfəsi məsələsində bizim dilimiz fəlsəfi baxımdan işlənməyib. Yəni, biz dilimizə fəlsəfi pəncərədən baxmamışıq. Dilimiz bizə nə deyir? Dil orada nə səslənir? Bu bizim üçün cəlb eləməmişik dilimizi, ana dilimizi. Əgər belə bir şey eləmiş olsaydıq, fəlsəfənin hansısa probleminə öz dilimizin işığında baxa bilərdik. Yəni, fəlsəfədə bunu eləyirlər. Ki, bax, bizim dilimiz belə bir işıq salır. Bax, buradan nə görmək olar? Mütləq ki, bizim də dilimizdə nəsə tapa bilərik ki, fəlsəfənin hansısa problemini biz o işıqda görə bilərik. Bayaq dedim, biz o nəyəsə baxırıq, o saat onun adı zehnimizdə canlanır. Əslində, biz dilin içindəyik. Bizə deyək ki, dil bizdədir. Dil bizimdir. Elə deyil. Biz dilin içindəyik. Biz dilinik. Bir dil var. Biz də onu səsləndiririk. İzah edə bilirəm. Yəni, biz əslində ona uyğunlaşırıq.
Yəni dil təbii ki yəni onun bir müstəqilliyi var, o konvensiyonallığı var. Yəni mən burada durub buna quş deyə bilmərəm. Bir konvensiyon var, biz səssiz bir müqavilə bağlamışıq. Bu quş deyil. Amma eyni zamanda hər bir fərd dil üzərində nəsə dəyişiklik edir. Yəni dahili əslində odur ki, dil üzərində iz qoya bilirsən. Dilə zorakılıq edirsən. Burada biz, bax burada gördüyünüz, biz o şeyləri görürük ki, onun adını bilirik. Adını bilmədiyimizi görmürük. Yəni, yenə deyəm, Eskimoslardakı o qədər qarı biz görmürük. İndi siz bilirsiniz o çöldəki qarın adı nədir? Siz o qardır. Mən məsələn ayırmıram, bütün belə gözü çəkikləri elə hamısını belə bilirəm. Qaraları da hamısı elə qara. Amma onların fərqləri var, bu Afrika qarasıdır, bu başqa qaradır. Yəni, mən onu görmürəm, amma o var. İndi biz bir 70 minlik, 80 minlik söz dağarcığımızla fransız dilindəki bir teksti necə çevirək? Necə deyək onu? Çox çətindir. İzah edə biləm. Yəni, əslində, bəlkə də biz neysə özümüz görməliyik. Bizim problemimiz ondadır ki, bizə deyiblər ki, bax, bunun adı budur. Bunun adı budur. Biz varlığı ancaq 30% görə bilirik. 70% başqa dildir. Bizə deyiblər ki, bunun adı budur. Biz də kör kimi deyirik, odur. Görmürük onu. Yəni, adını biz qoymamışıq. Yəni, mənim üçün dil fəlsəfi baxımdan dəyərlidir. Təbii ki, xalqın varlığı o dilin içindədir. Yəni, o xalq o dilin xidmətçisidir. Xalq ona görə var ki, o dili danışdırsın. Ölü dillər necədir? Ölü dil odur ki, o dildə danışan yoxdur. Dil var da yenə. Şumer dili var da, amma o dildə danışan yoxdur. Qədim Yunan dili var da, amma danışan yoxdur. Biz o dil, yəni biz əslində cümlələrimizi içimən qarışıq ki, dedim ki, yəni bununla qururuqsa, hesab edirəm ki, bu nə oldu? Yəni, ya da sözlərimiz 70%, ərəbcə, farsçadırsa, onda biz hansı dillə danışırıq? Mən o söz köklərini, feil köklərini araşdıranda mənə maraqlı gələn məqamlardan biri dildə indi bizim ayıb sözlər kimi tanıdığımız sözlərin ilkin mənalarının heç də ayıb olmadığını gördüm. Hamısı çox anlamlı, çox dərin belə yükü var o sözlərin. Amma biz onları söyüş bilirik. Yəni, deməli, dilin tarixi, dilçiliyin demirəm, dilin tarixi əxlaqdan daha qədimdir. İzah edə bilirəm. Yəni, əxlaqi baxış, əxlaqi pəncərə o sonradan yarar. Başda o çox anlamlı bir şeydir. İnsanlar sonra ona başqa məna yükləyirlər. Burada bir məqamı deyim. Deməli, bayaq dedim, siz adla bağlı nəyi ki görə bilirsiniz, adı var, onu görürsünüz. Qədim Çin fəlsəfəsi var, Taoizm ya da Daoizm, bilməm necə deyirsiniz siz. Deməli, orada belə deyirlər. Deyir ki, məsələn, bizim bayraqda siz, bax burada, siz mavi bir nöqtə göstərənməzsiniz. Burada da bir ağ nöqtə göstərənməzsiniz. Amma bu
ağ lövhədə bir qırmızı, qırmızını göstərə bilərsiniz. Bunu necə görə bilirsiniz? Ona görə gördünüz ki, bu fon qırmızı deyil. Bir şeyi görmək üçün onun kimi olmayan bir fon lazımdır. Yəni, bu mavidə siz mavini görənmirsiniz. Burada gördünüz. İndi mən baxıram. Var. Hər şey var. Allah qoysun. Daoçular deyir ki, o varı ona görə görürsən ki, fonda yox. Dırnaqda var. Yoxun fonunda varı görürsən. İzah eləyə bilirəm. Onun adı nədir? O yoxun. Onun adı yoxdur. Onun adı yox. Ona görə Dao istər. Dao haqqında ən yaxşı danışmaq üçün sulla. Susulla danışmağa bir şey yox. Danışanmazsan. Nəsimi deyir, şərh-i bəyana sığmazam. Sığmaz, sözə sığmır. Çünki şuura sığmır. O yox, Plotin deyirdi ki, ağıl və dil Tanrının qapısına qədər aparır. Sonra yəni, bəzi məqamlar var ki, onlar sözə sığmırlar. Onların adı yoxdur. Buradakı gördüyünüz hər şeyin adı var. Var çünki. Amma adı olmayan da var. Dahili ondadır ki, onu adlandırırsan. Şumer dilində adlandırmaqla yaratmaq eyni sözdür. Adlandır, yarat. Bizdə deyirlər ad günü, bəzən də doğum günü. Adının olması, onun doğulması deməkdir. Yəni, bizim dil indi deyəndə ki, 70% belədir. Bu əslində şuur haqqında bir siqnal verir. Biz deməli adlandırmamışıq, yaratmamışıq onu. Kosmosda bir dənə ulduz tap, adını qoy günə ki, mənim adımdır. Deyən ağalardır o, ağalar ulduz. Deyə bilərsən, amma tap da onu. Gör onu, ilk dəfə sən gör. Yəni, ona görə də məsələn, Alman dilində neçə dənə varlıq sözü varsa, onu biz deyənmirik. O, hərəsi bir çalarını görüb onu. Biz çalarları görənməmişik deyə, indi bizim dilimizdə 12 dənə ancaq sözümüz var. Yəni, onları demiş oldum. Deməli, dilin tarixi baxımından bir misal da vermək istəyirəm. Dilin tarixi bizdə dilçilik içində araşdırılıb, dilçilik içərisində araşdırılıb, amma dilin tarixini bizim şuurumuzun, xalqın şuurunun gedişini də izləmək üçün öyrənmək olar. Məsələn, şuurun tarixi necədir? Mif. Düzdür. Mifdən din, fəlsəfə, elm, texnika belə gedir də. Yəni, şuur tarixini öyrənəndə biz belə öyrənirik. İndi, dilin tarixində əslində şuurun tarixinin içində öyrənirsən. Yəni, fəlsəfədə bu belədir. Azərbaycan dilinin tarixi. Məsələn, bir misal verin. Oğuznamədə, Dədə Qorqud dastanında, Koroğlu dastanında xüsusi bir yükü var ərin. Ərlik bir dəyərdir. İndi daha çox fikir verin, bəylik daha çox dəyər. Bəy. Dil tarixi baxımından biz insanın o ərlik dəyərini biraz unutmuşuq. Ərin bir yükü var. Sən ərsən. İndi belə desən, hansısa qadının ərisən, belə başa düşəcək.
Bizə elə gəlir ki, bu dildəki problemdir. Tamam, dildəki problemdir, amma buradakı problemdir həm də. Sən o dəyəri biraz arxa plana çəkdin. İndi bəy deyirik bir-birimizə. Bax, belə məqamlar var. Yəni, dili izləmək, həm də şuuru izləmək deməkdir. Çoxlu belə misallar tapmaq olar. Deməli, mənim üçün dilin bir də arıtlanması məsələsi var. Dilin təmizlənməsi, pürüzm. Bu məsələ, mən Türkiyədə olanda bu araşdırırdım belə. Türk Dil Kurumu deyilən bir institut var. Onlar Türk dilini zənginləşdiriblər, təmizləyiblər belə də. Böyük bir əmək sərf ediblər. Adamlar komisyonlar qurublar, göndəriblər Anadolunun kəndlərinə. Tarama sözlüklər deyirlər. Xalqın ağzından, Martin Luther'in belə bir tezisi var, xalqın ağzına baxmaq. Xalq ağzından o sözləri yığmaq. O sözləri yığıblar. Təxmini aşağı-yuxarı anlamlarını da qoyublar ora və sonra dilçilərin qarşısına qoyublar ki, araşdırın bu sözləri. Araşdırın. Amma biz nə edirik? Biz heç nə eləmirik. Biz sadəcə Türkiyə türkçəsindən, mən bilirəm ki, Güneyli dostlarım, mənimlə Türkiyədə oxuyanda biz bu haqda çox danışardıq. Türkiyə türkçəsini sevirlər, bu təbiidir. Yəni, o fars dilinin o işğalı qarşısında bir sığınma və türk dilinə bir güc axtarışı, yəni başqa nəfəs almağa, bir pəncərə kimi baxalım. Təbiidir, biz Azərbaycanda da belədir, indi onu deyəcəm. Amma orada başqa problemlər var. Məsələn, mən o stenoqramlara baxırım, o yazılanları, danışılanlar yazıblar sonra. Orada məsələn, türk dilçiləri mübahisə ediblər. Bir deyir ki, əgər biz ancaq Türkiyə türkçəsini qurtarmağa çalışsaq, onda Təbrizdəki dil nə olacaq, Bakıdakı dil nə olacaq? İki şəhərin adını deyir. O cavab da belədir. Bizim onlarla əlaqəmiz kəsilib. Yəni, heç bir şey yoxdur, kontakt yoxdur. Biz ancaq özümüzü qurtaraq. Yəni, ancaq Osmanlıcadan biz canımızı qurtaraq, bir dilimizi arıtlayaq, düzəldək, adam halına salaq. İndi bu sərhədlər ki, açıldı, indi internet, indi əlaqələr çoxalıb. İndi mənə elə gəlir ki, bu şəkildə Türkiyə türkçəsini yamsılamaq olmaz. Amma Türkiyə türkçəsində iki xətt var. Yəni, bunlar nə edirlər? Bunlar o eklər ki, şəkilçilər ki var və söz kökləri, feil kökləri o söz yaradıcılığı da. Tutaq ki, məsələn, bizim dilimizdə vurmaqdan vuruş var, döyməkdən döyüş var, satmaqdan satış var, mən nə bilim, görməkdən görüş var. Amma bu bütün feillərə bu şəkildə, alış yoxdur. Bilmirəm, alış var yox. Var? Alış-veriş. Amma bütün feillərə bu birləşmir. Amma türklər bunu belə ediblər. Görür ki, bu şəkilçi bu feil kökünə birləşir. Bunu ucdan tutma, bu qanuna uyğunluqdur. Bu şəkildədir. Bunu olar. Bu olar. Bunu yaygınlaşdırmaq olar. Ancaq elə sözlər də var ki, onları Türkiyədə yaradıblar. Məsələn, gündəm sözü. Bizim dilimizdə gündəlik sözü vardı. Cələsənin gündəliyi. İclasın gündəliyi. İndi gündəm deyirlər. Gündəlik sözüm, hanı bəs mənim öz sözümdə o gündəlik? Gündəm, onda gərək sinonim cərgəsi, ona bir çalar ver, bir anlam ver ki, bu ondan biraz fərqlidir. Yoxsa dil qarşıacaq bir sözlər qarşıacaq. Yəni, Azərbaycan dilində, ana dilimizdə bu söz ola-ola, mən niyə onu almalıyım? Yaxud da, türklər ömür sözü ilə, həyat sözünü bir sözlə deyirlər, yaşam. O da onların ayrı bir problemidir. Özlərində tənqid edirlər ki, bu da bir söz itkisidir də, anlam itkisidir. Ömür ayrı şeydir, həyat ayrı şeydir. Amma ikisini desək, yaşam. Dədə Qorqud dastanında var.
o gavur quzudur deyəsin. Beyrəyin o quyunun qapağını qaldı. Deyir, diriliyin yer altında xoşdur, yer üstündə. Diriliyin. Həyat sözünün türkçəsidir. Mən niyə bunu işlətməməliyəm? Yəni, bunu mən işlədə bilərəm. Yəni, ona görə də biz hazıra nazır olmamalıyıq. Yəni, Azərbaycan dilində, ana dilimizdə o qədər belə sözlər, kəndlilərin dilində, xalqın dilində çoxlu sözlər var. Mən cənablı dostlarıma, bu Xəzər Universitetindəki doktorantlara bunu təklif eləmişdim ki, gəlin bir dənə dil sitəsi quraq, ya da Bakıdakı sitələrin birindən danışaq, ədəbiyyat sitələrin birindən danışaq. Cənubdakı bu xalq dilindəki sözlər ki var, onları toplayaq. Belə bir fond da yaratmaq olar. Hər sözə pul da vermək olar. Bu sözlər ki var, tutalım ki, hansısa kənddə bu sözlər işlənir, amma ədəbi dilə keçməyib, yazı dilinə keçməyib. Bunları bu taya ötürmək olar. Ya da o izahlı lüğətimiz ki var bizim, o 4 cildlik, indi 3 cilddə onu çap edəbilər. Onu onlaynda qoymaq olar internetdə. Baxasınız ki, məsələn, o söz orada yoxdursa, o ifadə orada yoxdursa, o sözləri, yəni bu sözlər toplanmalıdır. İndi Cənubda ana dilində təhsil olmadığına görə o sözlər qalıb havada uçuşub gedir. Yəni, heyfdir. O sözləri yığmaq olar. Yığmaq olar, yəni türklərdəki kimi o, belə daramaq olar o sözləri ki, harada o sözlər varsa, belə bir baza yaratmaq olar. Sonra vermək olar onun dilçilərin ixtiyarına. Dilçilər onu işləyərlər. Fəlsəfi baxımdan hansı anlam çıxar, çıxmaz. Amma o sözləri toplamaq lazımdır. Yəni, bunun üçün ayrıca bir şey eləmək lazımdır. Yəni, bu xüsusi bir işdir. Yəni, istəyəm bunu deyəm. Dil təkcə siyasi məsələ deyil. Dil təkcə ideoloji məsələ deyil. Dil həm də fəlsəfi məsələ. Son dərəcə fəlsəfi, son dərəcə maraqlı məsələ. Biz dilimizdən elə sözlər tapır. Məsələn, türk filosofu var, Ahmet İnan. O deyirdi ki, iddia edirdi ki, belə onun konferansları var, mən olmuşdum Ankara'da. Könül sözü heç bir dilə tərcümə olunmur. Alman dilində G3 nə bilim, yox deyil. Yox, mən dediyim o deyil. Məsələn, dəli könül deyilik biz. Dəli könül nə deməkdir? Bizim Vaqif filan, ay qız, dəli könül belə istəyir filan, o Freudun o dəli könül nə istəyir, o şuur altını əslində demək istəyir, amma dəli könül adı ilə deyir. Dəli könül nədir? Yəni, biz belə sözlər necə tərcümə edə bilərik başqa dilə? Yəni, öz dilimizdə də belə tapıntılar tapmaq olar, bunu dünyaya çıxartmaq olar. Mənim üçün bunlar maraqlıdır. Deməli, bu istiqamətdə belə bir məsələ. Məsələn, qədim Yunan dilində, mən universitetdə o dərsləri keçirdim maraq üçün. Qədim Yunan dilində yaxşı, gözəl, kalos deməkdir. Kalos. Amma kalosun etimoloji mənası cəhd deməkdir. Sürətli, bərk. İndi yəqin bu heyvanaca da deyiblər bunu. At bərk qaçıb, öküz bərk gedib. Ona deyiblər, bu yaxşıdır, oradan gəlir. Amma bizdə yaxşı yoxuşla bağlı. Yuxarıda deməkdir, üstün deməkdir. Tam çeviri deyil. Bərklə yuxarı heç bir şey deyil. Heç uyğunluq yoxdur. Yaxud Alman dilində Abgrund, siz İsveç dili deyəsən ona yaxındır, aşağıdan deməkdir. Abgrund, yox. Amma bizdə uçurum, biz yuxarıdan aşağıdan. O altdan yuxarıdan. Alman dilində Wasserfall, suyun tökülməsi. Waterfall, tökülməsi, düşməsi. Bu vizualdır. Amma qədimdə biz deyib ki, o çağlayan. Qulaqla. Şırşır. Biz qulaqla adlandırır, o baxıb adlandırır. Belə incəliklər var. Yəni, o qədər, yəni sözlər rəqəm deyil. 5 bərabər 5 deyil. Hər sözün elə incəlikləri var ki, onlar bir-birinə oturmurlar. Bir son sözlərimi demək istəyirəm. Məsələn,
mənim üçün belə sözlər var dilimizdə ki, bunlar yanlış yazılırlar. Bizdə belə yazılır. Bizim orfoqrafik sözlükdə yazılıb ki, qızırğalanmaq. Sonra mən bir kənddə belə bir söz eşitdim. Deyir, qısırğalanmaq. Sözün kökü qıs imiş. Qısqanc, qısmaq. Qısqanmaq bilir. Amma indi onu bizdə məsələn bir tələbə yazsa qısırğalanmaq. O səhv olacaq. Dizi yanlışdır. Halbuki sözlük yanlışdır. Yaxud orfoqrafik sözlüyümüzdə yazıb yolağa. Yolun, yolağan. Halbuki dağın başından baxır cığıra. O cığırlar, o yollar ağ kimi görünür belə. Görmürsünüz belə? Yolun ağına düşmək. O yolağa deyil, yolağıdır. Haçan. Haçan yanlışdır. Bəzən şeydə yazıb, yenə orfoqrafik sözlükdə. Haçaq. Haçaq olmaz. Haçaqdır o. Çağdır sözün kökü. Haçaq. Yəni, indi sizin üçün biraz uzaq onlar, amma bizdə bunlar problem. Yəni, ümid. Fe'l kökü yoxdur dilimizdə. Var. Gedib ümmid olub, ümmiddən qayıdıb, ümid yoxdur, var. Yəni, belə o qədər belə sadalamaq olar ki, yəni, biz bunları bilmirəm nə vaxt onları görə biləcəyik, nə vaxt həll edə biləcəyik, amma bu da bizim problemlərimizdir. Dili təmizləmək. Mən bu yaxınlarda getmişdim bir kəndə, deməli, dostumun uşağına bir belə ağ taxta almışam ki, o markerlə yazsın da orada. O da 5 yaşı var. O da unuttum, qaldı maşında. Demişəm, gətirəcəklər. Uşaq mənə deyir ki, gətirmir onu. Deyirəm, gətirir. Biraz keçdi. Deyir, mən başa salmışam da, o da yazacaqsan, siləcəksən. Uşaq bir saat sonra mənə dedi ki, o yazsan posta gəlmədi. Yazsan posta. Lövhəni o elədi, yazsan posta. 2 dəqiqənin içində, yəni bu xalq belə bir şeydir. Onu yaradır. Bu sözü niyə itirməliyəm mən? Deyir də, yazsan pozsan. Başqa söz necə yaranır ki? Oturub əlim belə yaratmamalıyam ki, bu təbii belə yaranmalıdır. Mənim üçün dilin bir başqa funksiyası da deməli cəmiyyətdə ortaq təmas, yəni bu bir əməkdaşlıq vasitəsidir. Məsələn, Azərbaycanda son dövrlər qəzetlərin dili, buna mediatik zibillənmə deyirik. Yəni, elə dildədir ki, onu kənddəki adam başa düşmür. Kənddəki adam toplumsal sözünü başa düşməyəcək. Sən cəmiyyət sözünü düzəltdin, amma bu toplumsal o da anlamadı onu. Yəni, ona görə də ümumi anlaşıqlı bir dil olmalıdır. Sovetin bizə elədiyi xeyirlərdən biri buydu. Radio, televizyon dili ortaq bir dil. Yəni, indi Şirvanlı ilə Qazaxlı bir-birini anlayır. Yəni, bir ortaq bir dil şey var. Amma indi bu dağıdılır sanki. İndi başqa bir, yəni kənd dili artıq şəhər, o politoloji dildən çox uzaqdır. Qəzetlərin dili çox bərbad haldadır və bu biraz da yenə də belə o sözü demək istəmirəm, yekələnmək deyək də, belə başqa dildə danışmaq, biraz belə məsafə qoymaq ki, mən çox bilirəm mənasında. Onun üçün eləyirlər, o da xalq da onu anlamır. Mənim deyəcəklərim bu qədər. İndi yenə də suallar olsa məmnuniyyətlə cavab verirəm. Təşəkkür edirəm dəvət elədiyiniz üçün. Çox sağ olun gəldiyiniz üçün. Son söz indi hətta Əli bəyin sözü olsa deyər. Biz indi bayaq mən dedim
bizim duyduğumuza göre İran mollalarının verdiği fetvaya göre Rafiq Tağını öldürüblər. Siz bu haqda daha artıq məlumatınız var. Söz sizindir. Buyurun. Sağ olun bir daha. Verin mikrofonu size. Burada danışırsınız. Deməli, bir 10-15 nə qədər? Deməli, mən istəyərdim Rafiq Tağının xatirəsi üçün bir dəqiqəlik sayğı duruşu eləyək. Sağ ol. Deməli, belə, bilirəm, hər kəs yorğundur, Rafiq Tağı ilə bağlı söhbətlər belə oldu. Bu çox qorxunc hadisədir ki, bir neçə baxımdan. Azərbaycanda İranın bir ayətullası mı deyək, ayətullası mı deyək artıq. O şəkildə bir fetva verir və kimsə... Yəni ki, bu qorxunc hadisədir. Yəni, İrandan belə bir hökm verilməsi və sonra öldürülməsi, öldürüləndən sonra da bir oğlunun təbrik yazması. Biz bir 40 gün gözlədik. Belə, burada çox məsələlər vardı. İndi artıq bunu demək olar. Mən də çağırmışlar istintaqa ki, sən vaxtı ilə hədələnmirsən, sənə kimlər hədə göndərib, biz onlarla tapaq, neyib? Bu, belə, demək olar ki, heç nə olmamış kimi, belə, o qədər susqun, sükunət əmələ gəldi ki, Bakıda. Başqa bir yolda var. Bizdə bilirsiniz ki, siyasi hakimiyyət elə bir yol tutub ki, insanlar etirazlarını bildirmək istəyirlər. İnsanlar mutsuzdular. İnsanlar yaxşı deyirlər. Yəni, Azərbaycanda insanlar həyatdan heç sevinç duymurlar. Və bu sosial etirazlar bir neçə nəticə verir. Biri, agresiya çoxalıb. Mən bunu BBC-yə intervyuda da demişəm, internetdə də var. Yəni, agresiya. Yəni, insanlar ayağını tapdıyar, bağışlayın deməz. Təbəssüm azalır, gülüş azalır. Əvəzində hırıldamaq artıb, belə məsxərə, lağa qoymaq. Bu, özü də isterik gülüşlər, məsələn. O gülüşü indi burada çıxadan varam, utanıram. Yəni, çox belə, hiss etsin ki, bu dəli gülüşüdür. İnsan məmnun deyil, dəli kimi belə bir cür şeylər edir. İntiharlar artıb və gəncləşib. Ondan sonra vəhşi qətillər. Adamı öldürər, bir dənə bıçaq vurar, belə. Amma 30 dənə vurur. Məsələn, Rafiq Tağıya bu cür vurublar. O sifarişli olur, bu ayrı, amma bir neçə nəticə və bu nəticələrdən biri də İslama sığınma və İslamçıların Azərbaycanda artımı və bu gözlə görünəcək dərəcədə artım var. Başqa bir tərəfdə təhsilin verilməməsi, elmi təhsil yoxdur, eğitim yoxdur. Biz ikimiz də universitet müəllimiyik və biz bilirik ki, nə baş verir Azərbaycanda. 1-2 universitet xaric, onlara çıxmaqla, bütün universitetlərdə, yəni pulludur da, bu pulla insanlar. Elmi təhsil yoxdur. Proqramlar çox, mən tələbələrə baxıram, belə, tələbələrə baxıram. Baxıram ki, bunlar, üzrsən, belə 20 yaşında, məsələn, qızlar hiss edirsən ki, ciddidirlər. 20 yaşında oğlana baxırsan, yox, üzrsən, bambılıdır. Yəni, bu necə olub bu hala düşüb? Bunu radio, televizyon, show proqramlar, belə çox
elə bir vəziyyət yaradıblar ki, Azərbaycanda. Bu siyasi hakimiyyətin suçlarını sadalayıram məsələn. Siyasi hakimiyyətin bu suçlarının bir törəməsi də dinin artımıdır. Din Azərbaycanda mənəvi katarsis deyil. Din Azərbaycanda idraki yüksəliş deyil. Heç kim kitabları qarşısına qoyub, bu Daoizm, bu Buddizm, bu fəlsəfə, bu da belə deyil. İnsanlar bir etiraz edirlər. Siyasi hakimiyyətə etirazdır bu. Və bunun da bir qorxunc törəməsi siyasi müxalifətlə dini etirazların birləşməsi əmələ gəlib. Bu, eynən İrandakına oxşar bir mənzərə yaranıb. Yəni, dindarlar da etiraz edirlər, siyasi müxalifət etiraz edir. Və bunlar birləşirlər. Başqa bir oyunda gedir, siyasi hakimiyyət göstərmək istəyir ki, bu siyasi müxalifət dinçilərlə koalisyona girib və onlar gələr hakimiyyətə və bu sizin üçün ikinci İran olar. Ona görə də məni hakimiyyətdə saxlayın və bu müxalifətə verməyin hakimiyyəti. Bu da başqa bir tiyatrodur. Belə bir ortamda Rafiq Tağı adında bir yazıcı öldürülür. Rafiq Tağı adında öldürülür və yəni dini camiyə buna tamamilə susqun. Hətta yazırlar ki, bu kafir öldürüldü filan bu şəkildə. Yəni cəhənnəmə getdi. Oradan da bunların bu əsas dayaqları təbrik yazır. İndi siyasi müxalifətin içində bunlar öz məclislərində biri durub deyir ki, dünyəvi adamlardan biri. Bunlar hakimiyyətə gəlmək istəyir. Aşura günü deyir, olsun da, istirahət günü olsun, iş günü olmasın. Aşura günü iş günü olmasın Azərbaycanda. O birisi bu baş mollada, bizim də baş mollalarımız var. Bu da durub deyir ki, Rafiq Tağı üçün ayağa qalxmaq olmaz. Bu cür mənzərə, Rafiq Tağının 40'ına qədər biz düşündük ki, buna bir necə biz deyiləyək. Yəni, Rafiq Tağı kimi bir adamın, dünyəvi bir yazıcının, Rafiq Tağı nə deyirdi? Rafiq Tağı İrana qarşı yazılar yazmışdı və İslama qarşı yazılar yazmışdı. Burada da bu məsələlər də toqquşur. İndi bir qrup deyir ki, siyasi hakimiyyətin sifarişi ilə öldürülüb ki, göstərsin. Burada bu təhlükə var, bayaq dediyim, dini təhlükə var. Yəni, bizim boynumuza yıxırlar deyir. Amma biz də bir bəyannamə yazdıq və onu bir neçə dilə tərcümə elədik. Demokratik dünyaya, deməli, Birləşmiş Millətlər Təşkilatına, dünya alimlərinə, dünya filosoflarına, dünya ictimaiyyətinə bunu yazdıq, göndərdik. Mən orada bu ifadələr qalmasına çalışdım və saxladım da. Azərbaycanda belə bir yol var və bu yolun arxasında İran dayanıb. Bunların saytları Hak Yolu saytıdır, Dəyərlər Org'dur. Bu da nə yoldur? Hər şeyi tənqid eləmək olar. Hər şeyi söymək olar. Alçatmaq olar, ələ salmaq olar. Bircə İslam dininə dəymək olmaz. Bu yaxşı belə bir zirehdir. Belə gizlənirsən onun arxasına, deyə bilərsən, bu dinimiz, imanımız belə tutursan onun arxasına, belə gəlirsən. Mən də bu tabunu sındırmaq üçün, mən o fənd deyək də onu, o oyunu hiss edirəm, bu oyundur ki, belə bir din müqəddəsdir, dinimiz, imanımız. Yəni, Rafiq Tağı kimdir axı? Məhəmməd Peyğəmbərə söz demək olmaz. Yəni, Ərəbbalıya söz demək, elə də yazdım. Hər şeyə söz demək olar, bu Ərəbbalıya söz demək olmaz da, bu matahdır da, bu keçib bizim. Mən də dedim ki, madam elədir, onda İslamın özünə çevrilmək lazımdır. Mən də yazdım ki, bu tipik İslam terrorudur və terror təkcə qətl demək deyil, terrorun psixologiyası, mən dərk etmişəm, terror psixologiyası. Terrorun psixologiyası budur ki, sən bunu
təkcə fiziki olaraq aradan götürmürsən. Həm də buna çalışırsan ki, bir də belə şeylər eləməyin ha. Yəni, təkcə bu qisas deyil və onu susturmaq da deyil. Bu, başqalarına göstərmək üçündür. Və əgər biz sussaydıq, onda bu terakt tam yerinə oturmuyor. Biz onu eləmədik. Tam əksinə. Rafiq Tağıdan daha sərt yazılar yazmaq lazım idi. Biz onu yazdıq. Rafiq Tağının bu öldürülməsini terror aktı adlandırdı və bu tipik terror aktı idi. Bunu lənətlədik və tam hədəfə dəydi və aləm qarşı bir-birinə. Aləm qarşı bir-birinə. Yəqin ki, bu istintaqa kömək elədi. Çünki orada xeyli ölüm hədələri vardı. O, bəzilərini qorxutdular, imzalarını geri götürdülər. O kampaniyanı da aparırdılar, deməyim burada. Aydın idi, yəni siyasi müxalifət. Bizim siyasi müxalifət bu dünyəvilərə qarşı, bu sekularistlərə qarşı belə bir kampaniya başladı ki, bu bizim dinimizə belə qarşı çevrilmək. Təbii ki, orada belə bir məqam var. Bu dini elektoratı itirməmək üçün. Yəni, dini elektoratı itirməmək üçün. Amma mən də yazdım ki, heç olmasa siyasi hakimiyyət biraz bizə eyhamla da olsa, bir himcimlə də olsa bizə dəstəyini bildirsin. Çünki biz ayaq altda qala bilərik. Belə, çünki o hücum. Onlar da dalbadal belə Türksoy 2012-ci ili Axundov ili elan elədi. Bu haqda da danışmaq lazımdır. 2012-ci il Axundov nə düşünürsünüz? Bunu da düşünmək lazımdır Axundov ili ilə bağlı. Mən o bəyannamədə bunu yazdım ki, 2016-cı ildə Babək Xürrəmdinin Babək qalasına, o Bəz qalasına gəlişinin 1200 illiyi idi. 816-cı ildə gəlib. Bu ən uğurlu tarixdir. Çünki nə ölüm tarixi, nə doğulun tarixi, amma qalaya gəliş, onun o Xürrəmi hərəkatına gəlişi 816. Bu 2015 il qalıb. Bunu da düşünmək lazımdır. Bunu UNESCO-da belə keçirmək olarmı? Biz bunu Babək ili elan eləmək olarmı? Bunun üçün nə, ya bilmirəm, bunu düşünək, danışaq öz aramızda. Onu bəyannamədə istədim o qalsın, çünki o bir neçə dilə tərcümə olunacaqdır. O istəyin dünyaya çıxsın Babək Xürrəmdin adı. O orada qaldı. 1200 illik məsələsi. Axundov, deməli, Axundov ili elan elədi. Türksoy onu Bakıda bir məscidi bağladılar. Yasamalda bir İranın bir məscidi vardı, qanunsuz. Orada namaz şeylə onu bağladılar. Sonra Bakıda icra hakimiyyətində o namaz qılma qadağan olundu, iş yerində namazın qılınması. İndi mən dünən internetdən oxudum, Nardaranda həbslər gedib, Nardaranda yenə də silah, orada bilirsiniz ki, o İranın tamamilə iplər onların əlindədir. Yəni, Bakıda belə bir təhlükə var, dini təhlükə və siyasi hakimiyyət çox səhv, yanlış yoldadır. Həbs eləməklə, insanları bu şəkildə qorxutmaqla, dini daha da, bunlar dinin psixologiyasını başa düşmürlər. Bu din çox qorxunc bir şeyə çevrilə bilər və insanlar bu günlər təhsilsiz, təhsil vermirsiniz. Siz özünüzə Dubayda neçə milyon dollara villa alırsınız, amma bu Nardaranı siz, Nardaran belədir ki, tamam, orada onlar etnik olaraq fars ola bilərlər, filan ola bilərlər, o başqa məsələdir, amma bu insandır. Sən bunu kəndinə getməyə yol qoymamısan, bu adam sinəsinə qədər palçığa girib evinə gedib gəlir. Qaz yoxdur. Sən qazı satırsan xarici bazarda ki, çox pul gəlir, o büdcəyə gedir, oradan da cibinə ötürürsən. Amma daxili bazarda qaz ucuzdur deyə bu boyda qaz verirsən, insanlar donur soyuqdan və bu etirazdır. Bu etirazı da necə bildirsin? Bu da etirazı bu cür bildirir də, indi bu da belə bildirir. Amma sən bunu həbs edirsən. Həbs yol doğru yol deyil. Yəni bu şəkildə getsə, siyasi hakimiyyət dinlə necə kontakt eləyəcəyini bilmir. Siyasi müxalifətdə elektorat qazanmaq üçün Nardaran bu etiraz edir, minlərlə insan deyir, burada bunu keçirərəm ölümə, gələrəm hakimiyyətə, sonra da bu dini vurub ataram o yana, elə də olmaya bilər ki, İran örnəyi göstərdi ki, çox təhlükəli bu odla oynamaqdır, sonra o səni vurar birdən, onda nə olar, biz hamımız batarıq orada. Belə bir qorxulu oyun var və Rafiq Tağı da bu oyunun ortasında bu format. Amma mən yenə də prinsip olaraq bu bəyannamədə onu saxladım ki, əslində məsələ ondadır ki, nə üçün dünyada terrorizm buddizmin arxasında gizlənə bilmir?
Çünki Buddizmin ahimsa prinsipi var. Öldürmə, toxunma. Bilirsiniz, yəni nə üçün Daoizmin arxasında gizlənə bilir? Nə üçün İslamın arxasında gizlənə bilir? Yəni, sənlə savaşana qarşı savaş. İndi təsəvvür edin, bu qılıncı götürüb gəlib üstümüzə. Gəlib üstümüzə. Bizi qılınclayır. Biz neyniyik buna qarşı? Biz ona tərpələndə deyir ki, aha, mənim ayəm işə düşdü. Sənlə savaşana qarşı savaş. Yəni, öz savaşına, öz cihadına belə bir legitimlik qazandırır. Özü mənlə savaşır. Özü öz işğalının adına fütuhat qoyur, fəthlər qoyur özü. Bunlar fəth eləyirlər bunlar. Amma mən ona qarşı etiraz eləyəndə və oluram mən kafir, oluram mən ona qarşı savaşan və onda onun məni öldürmək haqqı yaranır. Bu qəribə bir oyundur bu. Biz bunu dedik ki, yəni İslam prinsipcə öldürə bilən dindir. Öldürə bilən dindir. O öldürə bilər. Söz yox, öldürüb. Öldürə bilən dindir. Və bunun üçün də biraz aləm qarşısı bir-birinə, biraz mənim üçün orada çətinliklər oldu. Amma əsas məqsəd ondaydı ki, Rafiq Tağı kimi bir dünyəvi yazar yiyəsizcəsinə öldürülə bilməz. Hansısa bir İranın tulası Bakıda kiminsə öldürülməsinə fitva verə bilməz. Əgər biz bunu sussaydıq, bu onları cəsarətləndirə bilərdi. Belə ki, o da Bakının da bunların əlindədir. Bilirsiniz, bu o çıxa bilərdi və biz də dostlarımız buna dəstək verdilər. Millət vəkilləri dəstək verdi. Elmlər Akademiyasının professorlar dəstək verdi. Əməkdar artistlər, aktyorlar, nə bilim, çox insanlar dəstək verdi. Avropadan dəstək gəldi. Ondan sonra qoşulanlar oldu. Şairlər yazsa, yəni biz bu belə məsələn bunlar bizə belə ələ salırdılar. Deyirlər ki, biz hicab kampaniyası apardıq Bakıda, Azərbaycanda hicaba qarşı çıxanlara qarşı çıxmaq. Yəni hicab sevərlərin 130 min nə qədərdir biz imza topladıq, amma siz 100 neçə dənə imza topladınız. Amma biz kütləvi imza toplamırdıq ki, biz intellektuallardan, biz yazarlardan, şairdən imza toplayırdıq ki, bu problemi göstərək. Problemi göstərdik də. Bizim aksiya baş tutdu. Biz bunu dünyaya çıxada bildik ki, belə bir problem var və dünyadan da dəstək aldıq. Amma yenə də bunu belə kütləviləşdirmək istəmədik. Çünki bizim istəyimiz nədir? Bizim istəyimiz budur ki, Sovet modeli olsun. Sovet modeli nədir? Hər kənddə bir dənə cami olsun. Hər rayonda bir dənə məscid olsun. İnsanlar ölüsünü dəfn eləsin. Nə bilim, and içəndə bir şeyə and içsin. Amma bunun dozası artanda bu qorxulu olur. İslamçılıq qorxuludur. İslamın fəlsəfəsini mən də öyrənirəm. Təsəvvüfdən danışa bilərəm. Bu başqa bir şeydir. Ancaq İslamçılıq qorxuludur. İnsanlar yenə də ölüsünü mollaya tapşırsın. Yəni, İslamın yeri məsciddir, İslamın yeri qəbristanlıqdır. Amma indi mən auditoriyada danışıram, deyirəm ki, Nietzsche deyib ki, Allah öldü. Tələbə deyir ki, estağfurullah. Yəni, hər il bizdə sorğu keçidirlər Xəzər Universitetində. Tələbələr yazırlar ki, Alar müəllim çox yaxşı müəllim. Ondan Azərbaycanda yoxdur. Filandır. Ancaq o müəllim bizi Allahsız eləyəcək. Onu buradan qovun. O dinsizdir. Bunu yazırlar. Yəni, bu bilirsiniz, insanlarda belə bir tabu yaranır. Allah'a toxunmaq olmaz, İslam dininə toxunmaq olmaz. Bu zirehdir. Adını da qoyublar həssasiyyət. Bizim baş mollamız edir. Biz həssas adamlarıq deyir. Deyir, müraciət edirlər ki, bu dini duyğuları deyir, qızışdırır. Bunu niyə həbs eləmirsiniz? Bilirsiniz, qəribə bir şey hörüblər. Bax, biz həssasıq ha, deyir ha. Biz qıcıqlana bilərik ha. Bizi çox... O nə deməkdir? Mən də həssasam. Mən də qıcıqlana bilərəm. Təkcə elə sən qıcıqlanırsan. Yəni bu, belə bir privilegiya, belə imtiyaz yaradıblar özləri üçün ki, bunları tənqid eləmək olmaz. Bunları lap yaxşı tənqid eləmək olar. Bizi tənqid elədik, lap lənətlədik də bunların teraktını. Yəni bunu eləməliydik. Bunu eləməsəydik, biz diplomatik bəyannamə yazsaydıq ki, belə
elə yumşaq bu hədəfə dəyməyəcəkdir. Amma hədəfə dəydi və biz bunların maskasını da cırdıq və göstərdik həm onlara, həm bunlara, dünyaya. Məncə uğurlu da aksiya alındı. Rafik Tağı üçün də biz yenə də davam edirik. Yəni belə bir fikrimiz var ki, Rafik Tağı arxivi biz yığaq, Rafik Tağı əsərlərini çap eləyək. Ondan sonra Rafik Tağı fondu yarada bilərik. Onu danışmışam mən Bakıda, ailəsi ilə də danışdım. Rafik Tağı fondu ola bilər. Rafik Tağı yarışmaları keçirtmək olar. Yəni bu bir söhbət Rafik Tağını belə necə, onu bir dəyər kimi, bir simvol kimi. Yəni 21-ci əsrdə Bakının ortasında adamı bıçaqla öldürürlər. 63 yaşında bir yazısını, həkimi və elə bir şey bir yiyəsizlikdir. Və biz bu yiyəsizliyi belə davam eləsək, onda hamımız üçün təhlükəli ola bilər bu. Hamımız üçün təhlükəli. Ümumiyyətlə danışa bilmərik biz. Bax, o problem üçün səsimizi qaldır. 33 il deyib, bunlar İslam adı ilə qadını uşağın qarnında ola zindanın içində topa bağlayıblar. Həmən bu rejim, bu İslam adı ilə. 14 yaşında uşağı, 16 yaşında özləri dedirdi, besin, sərbi uşağı edam ediblər. Başa düşsən, dəqiqən çox qəşəng müxtəlif işarələrdir. Bunlar, yəni hər din, istər indi, nə bilim, hər nə olursa, hər şey ki, ideolojik məsələsi oldu, o qorxmalı bir şey. Bəli. Afərin deyirəm sizə bunları. Afərin deyirəm. Onun üçün, bunları tanımaq üçün bu İslam rejimini. Lağal biz ki, o məsələnin şahidiyik, yəni mən şəxs özümdən danışıram. 33 ildir adamı, uşağı qarnında qadını, yəni uşaq var, onu öldürüblər. Başa düşsünüz. Bunların bu cür qatildirlər və cinayətkar insanlardılar. İndi Azərbaycanda da, Cumhuriyyə Azərbaycanda. Əgər bunlara fürsət verilsə, əgər bunlar siz deyəndə ki, ağah olmasa bizim millətimiz, aydınlarla ağah eləməsələr, bu bəlalar ki, İranda gəlmiş millətimiz, orada da gələcək. Mən doğrudan sizə afərin edirəm. Həqiqətən, Çox sağ olun. Yəni, həqiqətən başarılar. Çox sağ olun. Sağ olun.